Gürcüstan Azərbaycanlılarının məlumat platforması İcmada bugün insan hüquqları haqqında danışacağıq. Və qonağımız hüquqşünas Naşir Orduxanovdur. Naşir bəy, sizi salamlayıram. Salam Səmirə xanım. Naşir bəy, insan hüquqları deyəndə biz nəyi nəzərdə tuturuq? İnsan hüquqları deyiləndə ümumiyyətcə bu nəzərdə tutulur ki, insanların həyatda normal, şərəfli və belə deyək, sərbəst yaşaması üçün nəzərdə tutulan hüquqlardır. Bu hüquqlar qısa olaraq nədən ibarətdir? Yaşamaq azadlığı, yaşamaq hüququ, ondan sonra azadlıq və təhlükəsizlik hüququ, təhsil hüququ, söz və ifadə azadlığı, vicdan və din azadlığı və s. kimi hüquqlar nəzərdə tutulur. Hansı ki, bu hüquqlarla insanlar öz həyatlarını normal və problemsiz bir şəkildə yaşaya bilərlər. Bu insan hüquqlarının ümumiyyətcə müasir dövrdə necə yarandığından biz bəhs eləsək, 2-ci Dünya müharibəsindən sonra dünyada böyük bir böhran var idi, böyük bir faciə idi 2-ci Dünya müharibəsi və 2-ci Dünya müharibəsindən sonra artıq biz bilirik ki, Birləşmiş Millətlər Təşkilatı, yəni BMT quruldu və BMT-nin insan hüquqları bəyannaməsi yayımlandı 1948-ci ildə. Bundan əlavə olaraq da 1950-ci ildə Avropa Şurasının qəbul etdiyi Avropa İnsan Hüquqları Konvensiyası qəbul olundu və beynəlxalq səviyyədə artıq bundan sonra bu bayaq saydığım insan hüquqları qəbul olundu beynəlxalq səviyyədə. Dövlətlər məhz bu insan hüquqlarını tanıdılar və dünyada icra olunmağa başlandı. Bəs Gürcüstanda insan hüquqları necə qorunur? Hansı qanunlarla tənzimlənir? Varmı belə bir mexanizm? Bəli, əlbəttə ki, var. Deməli, beynəlxalq səviyyədə BMT İnsan Hüquqları Bəyannaməsi və Avropa İnsan Hüquqlarından məhz tənzimlənir bütün insan hüquqları. Bundan əlavə olaraq da dünyada bir çox konvensiyalar var. Uşaq hüquqları konvensiyaları, fiziki məhdud əngəlli şəxslərlə bağlı konvensiyalar, qadın hüquqları konvensiyaları, milli azlıqların qorunması ilə bağlı çərçivə konvensiya və s. kimi konvensiyalar var və dövlətlər bu konvensiyaları tanıyırlar. Bu konvensiyaları tanımaq nə deməkdir? Bu konvensiyaları tanımaq o deməkdir ki, yəni dövlətlər bu konvensiyaları öz milli qanunvericiliklərinə uyğun olaraq deməli orada formalaşdırırlar, qanunlar qəbul edirlər, konstitusiyalarında yer verirlər. Həmçinin bizim dövlətimiz Gürcüstanda biz bilirik ki, 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra 31 iyul 1992-ci ildə BMT-yə üzv oldu və BMT İnsan Hüquqları Bəyannaməsini tanıdı. Bundan əlavə olaraq 1999-cu ildə Avropa Şurasına qoşularaq Avropa İnsan Hüquqları Konvensiyasını da tanıdı və bu qanunvericiliklərdə olan hüquqları qorumağa və həmçinin yerli səviyyədə, hüquq qanun səviyyəsində qanuniləşdirilməyə deməli bir növ söz verdi və öhdəlik götürdü. Deməli bu öhdəliklər Gürcüstanda illər ərzində tamamlandı. Qanun səviyyəsində, qanunvericilik səviyyəsində Gürcüstan konstitusiyasının biz bilirik ki, ikinci hissəsi tamamilə insan hüquqları və insan azadlıqlarına ayrılıb. Bundan əlavə olaraq bir çox qanunlar qəbul edilib, həmçinin cinayət məcəlləsində, həmçinin mülki hüquq məcəlləsində və s. kimi qanunlarla məhz bu tənzimlənib. Əgər bir Gürcüstan vətəndaşının hər hansı bir hüququ pozularsa da, Gürcüstan vətəndaşının tam hüququ var ki, məhkəmə müraciət eləsin və məhkəmə yolu ilə öz pozulmuş hüquqlarının bərpa edilməsini deməli tələb eləsin və yaxud da pozulmuş hüququna görə dəymiş ziyanın kompensasiya edilməsini tələb eləsin. Əgər hər üç stansiyada məhz vətəndaş öz hüquqlarını bərpa eləməyə bilər, eləməzsə, deməli elə bilməzsə daha doğrusu və artıq onun başqa çıxış yolu qalmazsa, o artıq Strasburq məhkəməsinə, yəni Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət eləyə bilər və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı sondur və Gürcüstan dövləti üçün də məhz o qərarları icra etmək öhdəliyi var. Yəni bu formada deməli tənzimlənir insan hüquqları Gürcüstanda. Gürcüstan çoxmillətli ölkədir və müvafiq olaraq Gürcüstanda çoxlu sayda etnik və dini azlıqlar yaşayır. Bəs Gürcüstanda hər bir millətin, hər bir xalqın bərabər hüququ tanınırmı? Biz qanunvericilik nöqteyi nəzərindən baxsaq, Gürcüstan konstitusiyasının 11-ci maddəsinə görə hər kəsin hüquqları bərabərdir və diskriminasiya qadağandır. Bundan əlavə olaraq 2014-cü ildə Gürcüstanda qəbul edilmiş ayrı-seçkiliyin bütün hallarının qarşısının alınması qanununda da yenə biz görürük ki, orada da qeyd olunur ki, Gürcüstanda yaşayan bütün xalqlar bərabərdir və diskriminasiya qadağandır və diskriminasiya hallarının aşkar olunması, üzərə çıxarılması və qarşısının alınması üçün də ombudsman aparatına çox böyük səlahiyyətlər verilir. İstər həm konstitusiyada, həm bayaq qeyd elədiyim
qanunda və qanunla biz baxsaq, bəli, hər kəsin hüquqları bərabərdir. Həmçinin beynəlxalq konvensiyalara Gürcüstan qoşulub və orada da yenə biz baxsaq, hər kəsin hüquqları bərabərdir. Ancaq reallıq biraz bundan təbii ki də fərqlidir. Reallıqda biz istər dövlətin, istər cəmiyyətin baxışından, davranışından biz o ayrı-seçkilik hallarına tez-tez rast gəlirik. Bununla bağlı bir çox кейslər var, bir çox hadisələr var. Bunu biz yaxşı bilirik. Gürcüstanda yaşayan hər bir vətəndaş bərabər hüquqlara malikdir. Və Gürcüstanda çoxlu sayda etnik və dini azlıqlar yaşayır. Bəs dövlət necə həmin etnik və dini azlıqların hüquqlarını qoruya bilirmi? 1995-ci ildə Avropa Şurası tərəfindən qəbul edilmiş milli azlıqların qorunması çərçivə konvensiyasına Gürcüstan 2006-cı ildə qoşuldu və bu konvensiyaya görə milli azlıqların deməli hüquqlarının pozulması, milli azlıqların deməli ayrı-seçkilik edilməsi, millətlər arası ayrı-seçkilik edilməsi məhz qadağan olundu və Gürcüstan bunu rəsmi olaraq tanıdı və öz qanunvericiliyində də məhz bunu uyguladı. Ancaq biz reallığa baxanda biz görürük həm dövlət tərəfindən, həm vətəndaşlar tərəfindən müəyyən bir ayrı-seçkilik deməli halları baş verir. Ancaq yenə qanunun tanıdığı deməli hüquqlarından ombudsman aparatı məhz bu ayrı-seçkiliyi faktlarını qeydə almalıdır və qarşısını almaq üçün deməli çalışmalıdır. Bundan əlavə olaraq həmçinin Vətəndaş Bərabərliyi Nazirliyi Gürcüstanda yaradılıb və Vətəndaş Bərabərliyi Naziri də yenə bütün vətəndaşların bərabərliyinin təmin edilməsi üçün ölkə masştabında işlər görməlidir. Bayaq siz qeyd elədiniz, Gürcüstanda çoxlu millətlər yaşayır və bu millətlərin hamısının bərabər hüquqlu olması üçün heç bir vətəndaşın sırf milli seçkiliyə görə belə alçaldılmaması üçün, onun hüquqlarının pozulmaması üçün məhz onlar çalışmalıdırlar və bu qanunla hamısı qeyd olunub. Çalışmalıdırlar, etməlidirlər və qanun var. Ancaq real keyslərdən biz götürsək, bunlar nə dərəcədə həmin qanunlarla tənzimlənir? Deməli, real keysləri biz götürsək, biz baxırıq ki, Gürcüstanda istər etnik müstəvidə, istər dini müstəvidə bir çox ayrı-seçkilik halları baş verir və bu hallarla bağlı da bir çox keyslər var. Biz bunu bilirik. Misal olaraq mən götürə bilərəm. 2014-cü ildə biz bilirik ki, Kobuletidə bir mədrəsə açılmaq istəyirdi və həmin ərazidə yaşayan məhz bir neçə vətəndaş buna etiraz olaraq həmin mədrəsənin giriş qapısını donuz başı deməli mismarla vurmuşlar və bu müsəlmanlar üçün həmçinin İslam deməli dini üçün böyük bir təhqir hesab olunurdu və bütün müsəlmanlar buna öz etirazlarını bildirdilər. Ancaq Gürcüstanda biz gördük ki, məhz həmin insanlara elə də layiqli bir cəza verilmədi. İstintaq başlanıldı, ancaq heç kim həbs olunmadı. Sadəcə bir neçə nəfər istintaqa çağırıldı, onlarla söhbət aparıldı, ifadələr alındı, ancaq heç kim həbs olunmadı və cəza almadı. Bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət olundu və 2023-cü ildə Avropa İnsan Hüquqları Məhkəməsi məhz vurğuladı ki, bu məsələ üzərindən Gürcüstanda məhz müsəlmanların hüquqları pozuldu və dövlət onların hüquqlarını lazımi səviyyədə qorumadı. Bundan əlavə olaraq həmçinin insanların azadlıq hüququ biz bilirik ki var və azadlıq hüququ ilə bağlı da yenə insanlar Avropa Məhkəməsinə müraciət elədilər dəfələrlə və orada da qalib gəldilər. Həmçinin biz son elə proseslərə baxsaq görərik ki, elə dil məsələsi üzərindən Gürcüstanda məhz milli azlıqlar çox sıxışdırıldılar, cəmiyyət tərəfindən çox sıxışdırıldılar və yenə dövlət lazımi addımları və lazımi tədbirləri görmədi. Yəni bütün bunlara baxanda ümumi olaraq deyə bilərik ki, qanunvericilikdə tamam hər şey qorunur, var, qeyd olunub, ancaq real həyatda bu qanunvericiliyin icrasında biz problemlər yaşayırıq və bu problemlər illərləndir yaşayırıq və təəssüflər olsun ki, hələ də tam olaraq həll olunmur bu problemlər. Son illərdə Gürcüstan insan hüquqları reytinqində xeyli geriləməkdədir. Bu ümumi Gürcüstan vətəndaşları və xüsusən də etnik azlıqlar üçün nə kimi problemlər yaradır, nə kimi problemlər ortaya çıxardır? Və nəyə görə Gürcüstan son illərdə bu qədər reytinqlərdə geriləməyə doğru getdi? Deməli, bəli, doğrudan da biz beynəlxalq səviyyədə baxanda görürük ki, Human Rights Watch, ondan sonra Freedom House kimi beynəlxalq təşkilatlar həmişə vurğulayırlar ki, məhz Gürcüstanda insan hüquqları həqiqətən də geriləyir və bunun əsas səbəbləri olaraq biz elə son dövrlər Gürcüstanda bəzi məhdudlaşdırıcı qanunların qəbul olunmasını görə bilərik. Xüsusilə toplaşma və ifadə azadlığında bir çox məhdudlar Gürcüstanda məhz formalaşır. Ondan əlavə olaraq media azadlığı
deməli baxımından biz baxanda son 5 ildə Gürcüstan 50-60 sıra bəlkə də geriləyib. Bunda da yenə biz jurnalistlərin həbs olunmasını, kanalların bağlanılmasını və sıxışdırılmasını qeyd edə bilərik və ümumi olaraq biz baxsaq, yəni bu gələcəkdə bizi haraya götürür? Biz sadəcə bir şeyə diqqət etməliyik. Yəni beynəlxalq insan hüquqları indeksinə biz baxanda, sıralamasına baxanda sadəcə arxa sıradakı ölkələrə baxaq və görək o ölkədə insanlar necə yaşayır və insan hüquqları vəziyyəti necədir? O ölkələr haradır? Türkmənistandır, Şimali Koreyadır, Cibutidir, ondan sonra bəzi Somali kimi Afrika ölkələri, Sudan kimi Afrika ölkələridir. Əfqanistan həmçinin mən vurğulamaq istəyirdim və bu kimi ölkələrdə insanlar necə yaşayır? O insanların günlük həyat tərzi necədir? Onlar hansı məhdudlarla qarşılaşırlar və biz görürük ki, faktiki olaraq o ölkədə yaşayan insanların geyindiyi yeməkdən, geyindiyi paltarlardan, yediyi yeməklərdən hər şeyi dövlət deməli tənzimləyir. Dövlət sadəcə qarşılarına qoyur ki, sən bunu etməlisən, bunu etməlisən, bunu etməlisən və o insanların müstəqil olaraq heç bir qərar vermə haqqları yoxdur. Öz şəxsi həyatlarıyla belə. Yəni düşünün, Şimali Koreyada bir insan sadəcə istədiyi şalvarı alıb geyinə bilmir. İstədiyi kimi bərbərə gedib saçını kəsdirə bilmir. Niyə? Çünki dövlət qadağalar qoyub və dövlət onu məcbur edir ki, sən saçını budur kəsdirməlisən. Sən bu gün bunu geyinməlisən, sən bunu yeməlisən. Bu kimi məhdudlar bu ölkələrdədir və insan hüquqları əgər bir ölkədə pisləşirsə də orada deməli vəziyyət daha da ağırlaşır. İnsan hüquqları nədir? Bayaq dediyim kimi bu ölkələrin hamısında necə ki insanların gündəlik həyatı bərbad vəziyyətə düşür. Məhz bizdə də bu yönə doğru gedir. Təbii ki də Gürcüstanın bir Əfqanistan olması üçün hələ çox vaxt var. Amma sadəcə mən misal olaraq dedim ki, insan hüquqları pisləşəndə insanların günlük həyatı, rifahı, sosial yaşamı da olduqca çox təsirlənir və pis olur. Gürcüstanda etnik və dini azlıqların dövlət dili problemi var və eyni zamanda öz hüquqlarını tam şəkildə bilmirlər. Gürcüstan beynəlxalq arenada reytinqlərdə, yəni insan hüquqları reytinqində gerilədiyi zaman bu təbii ki, etnik azlıqlara bir neçə dəfə daha çox zərər verəcək və ümumi toplumdan fərqli olaraq bu zərər onlara nəyə başa gələ bilər? Yəni deməli hal-hazırda, yəni bugünkü günü biz baxsaq, Gürcüstan nə tam azad bir ölkə deyil insan hüquqları baxımından, nə də Türkmənistan, Şimali Koreya, Əfqanistan kimi lap bərbad bir vəziyyətdə deyil. Ortada bir yerdəyik. Yəni biraz önə gedirdik, indi biraz arxaya gedirik. Yəni insan hüquqları pisləşəndə orada yaşayan bu bütün insanlara təsir eləyəcək. Amma bugünkü vəziyyətdə hansı ki artıq Gürcüstan ortada bir yerdə fırlanır və bu ortada olduğu bir müddətdə belə əgər dini azlıqların hüquqları pozulursa, milli azlıqların hüquqları pozulursa, qadın-kişi bərabərliyi qorunmursa, yəni siz təsəvvür edin, görün Gürcüstanda insan hüquqları pis vəziyyətdə olan, yəni lap arxaya doğru gedəndə biz nə gündə olacaq? Yəni bugünkü dünyada biraz stabil qiymətləndirilsə belə, yəni biz bunu pis görürük, pis deməli qiymətləndiririk və insan hüquqları daha geri gedəndə bu daha da pis olacaq, daha da bunun pis nəticələri olacaq. Bunun misal olaraq biz nələri gətirə bilərik? Misal Gürcüstanın insan hüquqları pis olanda insanlar sırf dini baxışına görə həbs oluna bilər. İnsan milli kimliyinə görə deportasiya oluna bilər, həbs oluna bilər, küçədə o insanlar alçaldıla bilər, döyülə bilər, ölkədən qovula bilər. Yəni bu kimi hallar hamısı insan hüquqlarının pisləşməsi fonunda baş verəcək. O inşallah ki olmaz, olacaq şeylərdir sadəcə. Bunu sadəcə olaraq biz belə görməliyik. Deyək ki, bir şəxsin hüququ pozulub, fərqi yoxdur. Bu Azərbaycanlıdır, Gürcüdür, Ermənidir, yəni Gürcüstanda yaşayan bir vətəndaşın hüququ pozulub və bu hüququnu qorumaq üçün və xüsusən görürük ki, yerli idarəetmə tərəfindən, yeri idarəetmədə çalışan şəxslər tərəfindən adətən etnik azlıqların hüquqları pozulur və hardan başlamalıdır? Öz hüququnu hansı yolla tapmalıdır? Hara müraciət etməlidir? Deməli, ümumiyyətlə, əgər bir vətəndaşın hüququ pozulursa, fərqi yoxdur. Bu dini azlıqdır, milli azlıqdır və s. O mütləq şəkildə Gürcüstan Ombudsman aparatına müraciət etməlidir və bu baş vermiş hadisə ilə bağlı onları məlumatlandırmalıdır. Bundan əlavə olaraq o mütləq şəkildə məhkəməyə müraciət etməlidir və məhkəmədə öz hüquqlarının bərpasını və yaxud da o hüquq pozuntusu nəticəsində ona hər hansı bir ziyan dəyibsə də o ziyanın ödənilməsini, yəni kompensasiya edilməsini tələb etməlidir. Ümumiyyətlə bizim cəmiyyətdə məhkəməyə müraciət
praktikası yoxdur. Biz bunu bilirik. İllərdir, 30 ildir Gürcüstanda yaşayan Azərbaycanlıların, digər etnik mənsubiyyətə sahib insanların hüquqları pozulur və bu insanlar heç vaxt məhkəməyə müraciət etmirdilər, ombudsmana müraciət etmirdilər. Ancaq son dövrlərdə Samirə xanım artıq bu tendensiya dəyişib, biz bunu bilirik. Misal olaraq Batumidə məscid tikilməsinə icazə verilmirdi və müsəlmanlar bunu məhkəməyə şikayət elədilər. Birinci instansiya məhkəməsini uddular. İkinci apellasiyaya müraciət ediblər. O apellasiya illərdir məhz həmin insanları fırladır və bir qərar qəbul eləmir. Amma yenə də bu məhkəməyə müraciət deməli edilməsi belə ölkədə bir gündəm yaradır. Hətta beynəlxalq səviyyədə bir gündəm yaradır ki, yəni Gürcüstanda məhkəmə bu məsələ apellyasiya məhkəməsi diqqətlə baxmır. Birinci apellyasiya qərarı deməli müsəlmanların xeyrinə verdi. Ancaq meriya bunu qəbul eləmədi. Yəni bu hüquqi prosesin olmağı bir növ insanları ruhlandırır, bir növ onlara ümid verir və digər insanlar da məhkəməyə müraciət etmək istəyir. 2020-ci ildə çox maraqlıdır ki, Gürcüstan dil haqqında qanunda dəyişiklik oldu və Gürcüstan dil haqqında qanunun 9-cu maddəsində qeyd olundu ki, əgər hər hansı bir bölgədə milli azlıqlar kompakt olaraq yaşayırsa da, orada yaşayan dövlət qurumları və bələdiyyələr tərcüməçi vasitəsilə onlarla münasibət qurmalıdırlar və həmçinin 11-ci maddədə qeyd olunur ki, onların vətəndaşların, yəni milli azlıqlı olan vətəndaşların yazdığı ərizələr, şikayətlər və onlara veriləcək cavablar mütləq şəkildə tərcümə olunsun. Yəni bu belə özündə göstərir ki, məhkəməyə müraciət eləmək, yəni öz hüquqlarımız pozularsa ombudsmana müraciət eləmək çox önəmlidir. Ola bilər biz hardasa məğlub ola bilərik, ola bilər qalib gələ bilərik, amma bütün bu tendensiya göstərir ki, ən azından nəsə bir şeyi dəyişə bilirik. İstər əhali oyanır, istər dövlət müəyyən bir şeyləri dəyişmək məcburiyyətində qalır və s. Yəni daha çox dövlət öz məsuliyyətini, vəzifəsini yerinə yetirməyə çalışır. Əlbəttə ki, dövlət görsə ki, məhz vətəndaşlar öz hüquqlarını tələb eləyirlər, öz hüquqlarını bilirlər. Bu zaman dövlət də müəyyən bir addımlar atmağa məcbur olur. Çünki bir daha qeyd edirəm, beynəlxalq konvensiyalarla dövlət bu hüquqları qorumağı və icra etməyi öz öhdəliyinə götürüb və qanunda da bir çox deməli hüquqlara yer verib və öhdəlik götürüb ki, mən bu hüquqları qoruyacağam və icra edəcəm. Gürcüstanda insan hüquqlarının qorunmasında azad medianın rolu nə dərəcə vacibdir və qərarlara təsir göstərə bilirmi? Yəni əlbəttə ki, hər bir ölkədə azad medianın olması çox önəmlidir. O cümlədən Gürcüstanda da azad media hər zaman istər insan hüquqlarının qorunmasında, istər bəzi məsələlərin ictimailəşməsində, əhaliyə məlumat verilməyində çox önəmli bir rol oynayır. Ona görə də mən mətbuat azadlığının ümumiyyətcə tərəfdarıyam və istəyirəm ki, bizim ölkəmizdə də mətbuat hər zaman azad olsun. Yazarlar, deməli, qəzet işlərindən, media işlərindən məşğul olan insanlar öz fikirlərini azad şəkildə deməli paylaşa bilsinlər, bölüşə bilsinlər. Qaldı ki, sizin sualınıza həmçinin mən belə də cavab vermək istəyirəm ki, yəni Gürcüstanda ümumiyyətcə məhkəmə prosesləri biz bilirik ki, hal-hazırda qapalı formada keçirilir və media buraxılmır. Ancaq ondan əvvəlki illərdə məhz məhkəmədə media nümayəndələri də iştirak edə bilirdilər. Əlbəttə ki, bu məhkəmənin gedişatına öz təsirini göstərirdi. Çünki əgər bir məhkəmə prosesində media var idisə və çəkiliş eləyirdisə, artıq bunu bütün ictimaiyyət izləyirdi. Hətta bəzən belə böyük səs-küylü işlər olanda beynəlxalq ictimaiyyət izləyirdi və hakimlər məhz bu zaman onlar məcbur qalırdılar ki, qanundan kənara çıxmasınlar və bütün deməli qanunları düzgün şəkildə icra eləsinlər. Ancaq qapalı məhkəmə proseslərində deməli media olmadığı üçün orada proses necə gedir, nə olur, biz bunu izləyə bilmirik, görə bilmirik. Ona görə də müəyyən bir qanun pozuntuları halları yaşana bilər. Həmçinin yerli bələdiyyələrdə, həmçinin mərkəzi hakimiyyətdə müəyyən qərarlar olsun, müəyyən görülən işlər olsun. Bunların hamısını biz ictimaiyyət olaraq media sayəsində öyrənirik, media sayəsində görürük və hər hansı bir yerdə, hər hansı bir qanun pozuntusu olursa da, insan haqları pozuntusu olursa da ictimaiyyət məhz buna reaksiya verir. O məlumatın insanlara gedib çatması üçün isə azad medianın olmağı çox önəmlidir. Yəni bu yöndən medianın çox böyük bir təsiri var. Yəni bunu düzgün anlayaq. Çünki təsir iki mənada ola bilər. Yaxşı mənada, pis mənada. Bəzi insanlar bunu elə başa düşməsinlər ki, media misal hakimə və yaxud da kiməsə təsir göstərir ki, belə də qanundan kənar bir qərar alsın, hansı ki, məhz şikayətçi tələb edir. Xeyr, sadəcə olaraq media məsələni işıqlandırır, ictimai maraq yaranır və ictimai maraq olan yerdə artıq istər hakim, istər dövlət qurumları məcbur qalırlar ki, məhz qanunu qorusunlar və qanun çərçivəsində qərarlar qəbul eləsinlər. Buna görə azad media çox önəmlidir. Gürcüstan bir çox konvensiyalara qoşulub. O cümlədən etnik azlıqlarla bağlı çərçivə konvensiyası, qadın hüquqları, uşaq hüquqları ilə bağlı. Bəs qəbul etdiyi bu konvensiyaları Gürcüstan hökuməti, Gürcüstan dövlətçiliyi riayət edirmi?
Bəli, Samira xanım, doğrudan da Gürcüstan bir çox beynəlxalq konvensiyaya qoşulub və o konvensiyayı qoruma öhdəliyi götürüb. Məhz bu konvensiyalar Gürcüstanda necə qorunur? Gəlin biz buna belə baxaq. Deməli, Gürcüstan Uşaq Hüquqları Konvensiyasına qoşulub və bu konvensiya əsasən deməli uşaqlar hamısı təhlükəsiz mühitdə böyüməlidirlər, onların deməli sosial rifahı yüksək olmalıdır, həmçinin onların təhlükəsizliyi olmalıdır və s. Ancaq biz baxırıq Gürcüstanda nələr baş verir? Məhz uşaq cinayətləri çoxalır, pedofiliya çoxalır, uşaqlar aclıq içində yaşayırlar. Biz bilirik, dövlət düzdür, onlara sosial yardım verir, ancaq onların sosial rifahını hələ də qaldıra bilmirlər. Ondan əlavə olaraq Gürcüstan Qadın Hüquqları Konvensiyasına qoşulub, ancaq Gürcüstanda tez-tez qadın cinayətləri baş verir, deməli, qadınlara başqa-başqa işgəncələr olunur, deməli, ailə daxili zorakılıq olunur və s. Və bununla bağlı da məhz Avropa Məhkəməsinə çox tez-tez müraciət olunur və bizim üçün ən belə yaxından izlənilən işlərdən biri məhz xanım Ceyranova cinayəti idi və Avropa Məhkəməsində biz bilirik ki, Gürcüstan bu işi uduzdu və xanım Ceyranovanın övladlarına məhz kompensasiya verilməsi qərarı alındı. Bundan başqa olaraq milli azlıqlarla bağlı deməli konvensiyaya Gürcüstan qoşulub. Ancaq milli azlıqlarla bağlı konvensiyalarda da bir çox deməli pozuntular olur. Misal olaraq biz bilirik ki, məhz Gürcüstanda Marniyulidə və Bolnisidə məhz dil məsələsindən bağlı məhkəməyə müraciətlər olundu. Orada udulan da oldu, uduzulan da oldu. Ondan əlavə olaraq dini bərabərliklə bağlı məhz hüquqlar pozuldu. Biz bilirik ki, məhz xristian icmasına daha çox büdcə ayrılırdı, Marniyulidə müsəlman icmasına az büdcə ayrılırdı və bununla bağlı məhkəməyə şikayət olundu və indi də həmin iş Strasburq məhkəməsinə şikayət olunub və orada müzakirəsi gözlənilir. Yəni Gürcüstanda bir çox sahələrdə insan hüquqları pozulur və Strasburq məhkəməsinə müraciət olunur və orada böyük bir çoxluqla biz deyə bilərik ki, məhz Gürcüstan hökuməti oradakı proseslərin çoxunu uduzur və kompensasiya vermək məcburiyyətində qalır. Bəs insan hüquqlarının bu qədər pozulması sonunda gətirib buna çıxara bilərmi ki, Gürcüstan deməli bu konvensiyadan ayrılsın. Bu ola bilər. Çünki bunun məhz nümunələri də var. Misal Rusiya biz bilirik ki, bir neçə il bundan əvvəl məhz Avropa Şurasından uzaqlaşdırıldı və insan hüquqları konvensiyasından çıxdı. Məhz Gürcüstan da çıxa bilərmi? Çıxa bilər, bəli. Və amma bu çıxsa, artıq Gürcüstanın insan hüquqları demək olar faciəvi şəkildə olacaq. Niyə? Çünki biz Gürcüstan daxilində milli məhkəmələrə müraciət etdikdə və udussaq, artıq Avropa məhkəməsinə müraciət edə bilməyəcəyik. Və Gürcüstan dövləti də demək olar ki, beynəlxalq səviyyədə heç bir öhdəlik, heç bir məcburiyyət götürməmiş olacaq və Gürcüstanın insan hüquqlarını rahat şəkildə pozmuş olacaq. Və ümid edirik ki, Gürcüstan məhz insan hüquqları konvensiyasından çıxmaz və əksinə insan hüquqları konvensiyasını daha da gücləndirər. Bütün dini və milli azlıqların hüquqları, həmçinin digər bütün insanların, qadın, kişi, Gürcü, erməni, Azərbaycanlı fərqi yoxdur. Hər kəsin hüquqları qorunar və biz hüquqi bir dövlət olarıq və daha güclü şəkildə gələcəyə addımlayarıq. Naşir bəy, bizim suallarımıza geniş şəkildə cavab verdiyinizə görə sizə təşəkkür edirəm və icma adından öz minnətdarlığımı bildirirəm. Çox sağ olun Samira xanım, dəvətiniz üçün mən də sizə təşəkkür edirəm. Sağ olun.